Polşada bir ilim tamam oldu. Necə keçdi, öz şəxsi təcrübələrimi istəyirəm sizlərlə bölüşüm. Onu deyə bilərəm ki, çox maraqlı idi, çox əyləncəli idi. Yalnız bu maraqla da eyni paraleldə çox çətin idi. Həm də təcrübəsiz bir insan olaraq ilk dəfə xarici bir ölkəyə gəlmək bir qədər özü ilə bərabər çətinliklər də gətirdi. Yalnız insan hər bir vəziyyətə alışacaq formada proqramlaşdırılıb. İnsandan insana da fərq var. Elə insan var, bir ay alışır, elə insan var, bir neçə ay çəkir. Yalnız çətini ilk bir ildir, yəni belə deyim. İndən sonra çətinlik aşağı düşür tədricən və insan da bu vəziyyətə alışır. Çox maraqlı necə keçdi, daha yeni mədəniyyətlər görmək, yeni yaşayışlar görmək adama maraqlı gəlirdi, cəlbedici gəlirdi və düşünürəm ki, bir çox insan bunu sınamalıdır, bunu təcrübə eləməlidir.